bir yarımçıq olacaq. Yaxşı, bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astakal hadisi kitabullah ve hayrul hadi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrul umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. İlk olarak arkadaşlar, sözsüz ki biz Allah subhanahu wa ta'ala nə qədər şükürləsək də Allah subhanahu wa ta'ala bizə verdiyi nemətlərinə görə şükür eləyib eləyə bilmərik heç cürə. Amma Rəbbimizə biz o şükür edirik ki, Allah subhanahu wa ta'ala yəni necə ki deyir hədisdə, məsələn deyirsən səhər zikirlərində Subhanallah və bihamdihi adədə xalqi və rida nəfsi və zinətə ərş və midədə kəlimatihi. Subhanallah bilirsiniz, Allah və paç və nöqsansızdır. Adədə xalqihi, yəni onun, Allah subhanahu wa ta'alənin yaratdıqları qədər. Biz də deyirik ki, Rəbbim sənə şükür edirik sənin yaratdıqların qədər. Adədə xalqihi və rida nəfsihi və zinətə ərşihi və sənin ərşinin ağırlığı qədər. Və midədə kəlimatihi və Allah subhanahu wa ta'alənin yəni ki, kəlmələri qədər. Yəni, o da necə bilirsiniz ki, Kəhf surəsində gəlir ki, bir dəfə dənizlər tam mürəkkəb olsa və bütün ağaclar qələm olsa, bir daha dolub boşalsa, yenə də Allah subhanahu wa ta'alənin kəlamını yazıb qutara bilməzlər. Amma Loğman surəsində gəlir ki, 7 dəfə dənizlər boşalıb dolsa və ağaclar hamısı da qələm olsa, yenə də Allah subhanahu wa ta'alənin kəlamlarını yazıb qutara bilməzlər mələklər. Deməli, ümumiyyətlə bu səhər gələn zikirdir, dedik Subhanallah deyəndə. Biz Rəbbimizə bu şükür edirik. Bu səhər olan bu zikiri eləyən insanın mələklər savabını yaza bilmirlər. Heç cürə. Niyə görə? Ona görə ki, deyirsən ki, adədə xaliqihi. Allah subhanahu wa ta'alənin yaratdıqlarının sayını kim bilir Allahdan başqa? Heç kim. Heç bir mələk bilmir onu. Düzdürmü? Və sənin razı qaldığın qədər. Və vazni ərşihi və Allah subhanahu ta'alanın həmsində ərşinin ağırlığını da Allah subhanahu başqa heç kim bilmir. Və midədə kəlimatihi və Allah subhanahu ta'alanın həmsində kəlmələrin də sayını Allahdan başqa heç kim bilmir. Ona görə mələklər bu zikir eləyəndə savabını yaza bilmirlər. Qalır qiyamətə. Yəni o qədər çoxdur ki, yaza bilmirlər. Yaza bilmirlər heç cürə. Biz də Rəbbimizə o şükür edirik. Allah subhanahu wa ta'ala sonsuz şükürlər olsun. Birinci, bizi bu Ramazana yetişdirdi. Allah'a şükürlər olsun. Neçə insanlar var idi ki, istəyirlər, amma yetişə bilmədilər. Və ya keçən il bizim aramızda idilər, bu il yoxdular. Amma Allah subhanahu bizə bu fürsəti verdi. Və üstəlik də ondan da içində olan nemətin daha böyük neməti nədir? Bu ayı Allah subhanahu ta'ala müvəffəq elədi bizi xüsusən də gecələrin, yəni bu 10 günün ən xeyirlisinin, ən xeyirli gecələrini gəlib burada Məkkədə Allah Rasulü s.ə.v-in doğulduğu yerdə, sahabələrin olduğu yerdə və Peyğəmbər s.ə.v buradan qovulduğu yerdən sonra təzən qayıtdığı yerə bizi Allah subhanahu müvəffəq elədi, gəldik bura. Böyük nemətdir. Necə insanlar var, görürsən ki, bunu istəyirlər, amma nail ola bilmirlər. Allah subhanahu kimlər istəyirsə, imkanları yoxsa Allah onlara imkan yetirsin. Əgər xəstədirlərsə, onlara şəfa versin ki, gəlsinlər bura. Bu böyük bir nemətdir, əlhəmdülillah. Və bu günlər çox, yəni ki, əzəmətli günlərdir. Bu günlərdə insan, yəni ki, necə ki, bundan qabaq demişdik, xüsusi olaraq nə etməlidir? Yəni özünü dəyişməlidir. Elə belə yox. Yəni tam şəkildə dəyişməlidir insan özünü. Yəni bilməlidir ki, yəni ki bu şeylər bunda var idi və nə etməlidir? Yəni dəyişməlidir. Vallahi ki, əgər insan dəyişsə, Allahın izni ilə bu ən çox qazandığı şey olacaqdır o. O bilsin ki, vallahi elə bir səmimi tövbə eləyək biz. Günə kimi düz o nəsə də özümüzdə bildiyimiz günahdır.
onu birlik və onu elə bir səmimi tövbə eləyək. Buna Allah Subhanahu taala o günə kimi olanlar hamısını silsin və savab kimi yazsın. Elə səmimi tövbə olsun ki. İnsan yəni o bizim pis xəsiyyətləri var. İndi özü bilir də, nəsə də hansı günahı var. Allahdan onun arasındadır hələlik. Çünki insanın bir günahı açılanda Allah daha doğrusunu bilir. Yəni o ilk dəfə Allah Subhanahu taala günahı açmır. Çox vaxt görürsən insan artıq həddini aşır o günahda. Çox eləyir dəfələrdən və sonra Allah Subhanahu taala artıq onu ifşa eləyir insanlar içinə. Və əlhəmdülillah bugünkü gündə Rəbbimiz bizim günahlarımızı bağlayıb, o qədər hər birimizin günahımız var. Allah Subhanahu diləyirəm ki, həmçində hər birimizin günahlarını qiyamətdə bağlasın. Necə ki bu dünyada örtübdür. Səmimi tövbə. Yəni tövsiyəm odur birinci öz nəfsimə. Yəni o boşluqlar vaxtımız olubsa bir günə kimi. Necə ki burada çalışırıq, dolduraq. Və onlardan həqiqi səmimi tövbə eləmək və qaydanda yəni insanlar üçün yox, amma insanlar görməli ki biz dəyişmişik. Bu ibadət, bura gəlməyimiz bizə təsir eləyibdir. Və deməlidirlər ki, bəli, bax, budur, bax, insanı dəyişən, budur, ibadət, belədir. Əsl, yəni ki, qardaşlar, əsl ziyanı uğrayanlar kimlərdir? Əsl ziyana uğrayanlar cənnətdə olan mənzillərini satanlardır. Nəyə? Bu dünya malına, dünya sevgisinə, ani bir həvəslərə, ola bilsin ki, insanların haqqına girərək və s. ilə axır. Və neynirlər? Onu satırlar və onun da əvəzinə nə alırlar? Cəhənnəmdə olan mənzillər, Allah qorusun. Əsl ziyanı uğrayanlar bunlardır. Bu da ən böyük bir yəni ziyandır. Və onlar öz nəfslərini artıq yəni satmış oldular. Və həmçində əhlilərini. Artıq nə oldular? Yəni o mənzillərini satıb aldılar cəhənnəmdə olan mənzillərini. Çünki onlara göstəriləcəkdir, Allah hər birimizi qorusun. Göstəriləcəkdir, bax sizin mənziliniz bu idi, bu olası idi, amma siz onu dəyişdiniz, oldu bu cəhənnəm odunda. Allah qorusun. Və ona görə Allahın izni ilə nə etmək lazımdır? Necə ki, Allah Rasulü s.ə.v bir gün hamınızın bildiğiniz hədisdə deyir, yəni ziyana uğrayanlar kimlərdir? Hansılar ki, gələcəkdir qiyamət günü çoxlu namazlarla, çoxlu savablarla, amma onlar kiməsə dili ilə əziyyət verirlər, vaxt əli ilə əziyyət verirlər və s. ilə axır, onların savabları götürüləcəkdir, sonra isə insanların onlara günahları yüklənəcəkdir. Allah hər birimizi qorusun bundan. Və həmçində Allah Subhanahu wa Taala Ənkəbut surəsinin 52-ci ayəsində deyir ki: "Vəllezîne âmenû bil-bâtili və kəfəru billah ulaika humul xasirun." Həmçinin Allah Subhanahu burada kimləri deyir? Ziyana uğrayanlar, onlar ki batilə inandılar və Allah Subhanahu Taala'ya küfr elədilər və onlar da əsl deyir, xusran içində olanlar. Düzdür, burada görürsən, ayə nədir? Ayə kafirlərə aiddir. Amma söhbət ondan gedir ki, baxın qardaşlar, bir dənə sizə misal çəkim. Allahın iznində vaxtımız da azdır. Allah Subhanahu hər birimiz ibadətini qəbul etsin. Bu da inşallah ki, ibadətdəndir. Peyğəmbər s.ə.v hamınız bilirsiniz, döyüşü, Uhud döyüşünü, düzdürmü? Əlhəmdülillah. Uhud döyüşündə sahabələr Peyğəmbər s.ə.v-in əmrindən çıxdılar. İctihad elədilər. Sahabələr idi. Hər bir sahabə yəni alim salih, ictihad əhlidir. Sözü kamçı eləmədi. 40-ı çıxdı. Düzdür, Peyğəmbər s.ə.v-in sözündən 50 oxçu idi. Demiş ki, dağın üstündə durun, oxçu dağ adlanılır. Ondan qabaq o Ayneyn dağı idi. Ayneyn nə deməkdir? İki göz. O iki gözə bənzəyən bir dağ idi, iki dənə dağ. İndi görürsünüz, biri düşüb o qədər aşağı ki, yəni daşıblar, o sözüm bunda deyil. Oxçular artıq orada iştirak edəndən sonra o dağın adı oldu Oxçular dağı. Baxın, Allah Subhanahu Taala dini onda kamil idi, yəni bitmişdi, bitməmişdi elə. Çünki Peyğəmbər s.ə.v bilirsiniz ki, bu 3-cü hicrətin 3-cü ilində olubdur. Ondan sonra hələm 7 ildə Allah Rasulü s.ə.v yaşayır və vida həccində nazil olur. Maidə surəsinin 3-cü ayəsi. Arafatda. Bugün sizin dininizi kamil etdim
və nemət olaraq sizə İslam dinini seçib verdim. Allah Subhanahu Taala'nın, bura diqqət yetirin. Burada çox böyük bir fayda var. Birinci özüm üçün və hər birimiz üçün. Onlar Allah Resulü Səlləmin sözündən asi çıxanda, sahabələr də olsa, düzdür, onlar hələm din tam deyil idi. Yaxşı, bugün gündə əziz qardaşlarım, Allah Subhanahu Taala'nın kəlamı tamdır, dini tamdır və Quran-ı Kərim artıq dayanıbdır. Düzdür, nazil olmur, Peyğəmbər s.ə.v yoxdur axır. Peyğəmbər s.ə.v sünnəsi də tamdır, düzdürmü? Yaxşı, bugün gündə biz Allah Resulü Səlləmə bəs müxalif eləyiriksə və Allah Subhanahu Taala'nın kəlamına müxalif çıxırsa bizim halımız necə olar? Söhbət budur. Allah Resulü s.ə.v Allah Subhanahu deyir, düzdürmü? Əslində, ən böyüyünə məşhur olan, Allah hər birimizi qovursun, çox musallət olan insanlar qeybət məsələsi. Bir-birinin haqqına girir. Elə belə olubdur. Amma Allah Subhanahu Quran-ı Kərimdə deyir bunu, haramdır. Çünki Allah Subhanahu nəyə bənzədir? Qardaşının, meyitinin ətini yeməyə razı olardınmı? Alimlər deyir ki, bundan yanı daha xəbis bir şey yoxdur da, bundan daha pis şey yoxdur. Allah Subhanahu ona görə onu misal olaraq çəkir. Sən razı olardınmı qardaşının ətini yemək? Biz bilirik ki, bu ayə var. Və biz necə biz belə gəzirik? Bir dənə əmirə görə, bir dənə əmirə itaat eləmədiyinə görə Allah Subhanahu nə elədi? 70 sahabə dünyasını dəyişdi orada. Hətta 70-dən çox, düzdür. Başda kim idi? Həmzə radiyallahu anh. Muaz radiyallahu anh. Çox sahabələr, indi 70 sahabə. Ən Peyğəmbər s.ə.v əmisi idi, süd qardaşı idi. Və bugün gündə də qardaşlarım, bunu bir dənə bax, nə etməliyik? Özümüzdə qaydalar götürməliyik ki, bugün gündə Quran-ı Kərim artıq bitibdir, ayə nazil olmur. Bizim dinimiz kamildir. Biz Allaha asi olanda bilə-bilə eləyirik onları. Onlar bilmədən elədilər. Onlar bilmədən elədilər sahabələr. Onlar elə bilir ki, nəticə başqa olacaqdır. Amma biz bugün gündə bilirik ki, ayəyə müxalif çıxırıq. Biz bugün gündə bilirik ki, Allah Resulü s.ə.v-in sünnəsinə qarşı çıxır və biz onu eləyirik. Bilə-bilə eləyirik. Yəni bizim halımız Allah qorusun pis ola bilər. Və ona görə əlhəmdülillah deyirəm, bax burada tam özümüzü dəyişmək anıdır. Nəinki burada, harada olaq. Ramazanın son günləridir. Və bilmirik bir daha bizə bu qismət olacaq və yaxud da olmayacaq. Ona görə tam səmimi tövbə, kim üçünsə yox, kimdənsə məsələ yox, mənə nə deyərlər, ola bilsin də insanıq da, hansı insan ola bilsin ki, haqsızlıq edib bizə qarşı. Biz onda haqlıyıq. Amma sən onun bir günündə bağışlasan, sən ona qarşı bir addım atsan, ola bilsin ki, Allah Subhanahu o addımına görə səni cənnətinə qoyacaqdır. Ola bilməz, niyə olmur ki? Burada da. Amma biz bilirik ki, hədis var ki, Subhanallah deyir, küsüllərdən başqa iki qardaş, onlardan başqa hamısı deyir, bağışlanır. Sən amma bir dənə qardaşından küsülü qaldığına görə, ola bilsin ki, bağışlanmayasan. Cənnətdən məhrum olasın. Bağışda əlhəmdülillah, biz insanın nəfsinə qalsa, nəfsdir də, hara aparan, Allah qorusun, cəhənnəmə aparan. Nəfs sənə nədir? Ancaq pisliyi sən əmr eləyir. Nəfsi qoymalıyıq qırağa. Hər bir işdə. Əlhəmdülillah, çalışmalıyıq və rəhimli olmaq. Allah şahiddir ki, hətta o yazı kimi də var. Bir dəfə bir insan, burada olmuşdu. Mənim elə da haqlarıma girmədi ki, dəhşət şəkildə. Hətta inandırmışsa ki, söyüş də söydü. Mən ömrümdə söyüş etməyən adam. Demirəm, özə ki, belə. Mən götürdüm, onun üçün dua elədim. Götürüb onda yazıblar. Xeyir dua edim, Allahım sən onu bağışla və s. İnsan görürsən ki, ondan sonra dəyişdi. Amma biz əlimizi açıb bəddua da eləyə bilərik, düzdür? Amma Allah Resulü s.ə.v eləyib bunu, çox nadir halda eləyib. Necə ki, o gün sizə misal çəkdim. Görün, bizim hansısa birimizə, adi bizə saqqalımıza nəsə deyirlər, ispanımıza nəsə deyirlər, biz onu qəbul edə bilmirik. Allah Resulü s.ə.v buradan getdi Taifə. Düzdür, Taifə getdi, Allah Resulü s.ə.v daşqalaq elədilər. Qan içində axırdı, subhanallah. Bizi yəni ki, bir dənə elə belə özümüzə tübürürlər. Bizi belə özümüzə qarşı nəsə pis söz ilə biz onu götürə bilmirik. Biz bu yoldayıq. Bizim yəni imanımıza görədir bu. Bizdən qabaqki qövmlər necə idi? Onları dərlərin soyurlardı, qırqazana turlayırlardı. Bizim imtihanımızda, imanımıza görə imtihanımız budur. Peyğəmbər s.ə.v nədir? Mələkləri göndərdi Allah subhanahu wa ta'ala ki, dağları onların başına çevirsin. Allah Resulü s.ə.v nə deyir? Ola bilsin onların belindən gələn kəlmə şəhadəti deyər. Gör, Allah Resulü s.ə.v rəhminə baxın, ədəbinə baxın, əxlaqına baxın. Necə bağışladı onları? Qanın içində axırı
Biz o anda məsələn bizi vuran anda sən o eləyə bilərsən. Yəni heç birimiz çətin məsələdir. Amma Allah razı olsun ona görə də bax bugünkü gündə qardaşlarım, bax belədir. Bax bizim üstündən yaşayırıq Allahın izni ilə. O Allah razı olsun Allah tərəfindən seçilmiş idi. Görürsən, sonra nə oldu? O səbir, o gözəl qarşılama Allah Subhanahu başqa bir tayfaya hidayət verir. Biz də belə. Biz də belə olmalı. Vallahi ki, yəni rəhimli olmayınca bir-birimizə qarşı, istiqanlı olmayınca, bağışlamağı bacarmayınca, yəni bizdən bərəkət uzaqlaşacaq, hər şey uzaqlaşacaq. Bizim belə olmamız cəmaət, bir yerdə olmamız, bir yerdə yapışmağımız bu özü artıq bərəkətdir. Və bunun da artmağını istəyiriksə, onu eləməli, öz nəfsimizlə mübarizə aparmalıyıq daim. Və Allah Subhanahu diləyirəm ki, Allah bizim ibadətlərimizi qəbul etsin, Allah hər birimizi rəhm eləsin. Allah Subhanahu millətimizə, xalqımıza hidayət versin. Allah Subhanahu bütün yəni bizim ölkəmizi və sair müsəlman ölkələrini bəlalardan, xətalardan qorusun. Allah Subhanahu Teala bizim ölkə başçımızı kömək olsun. Allah Subhanahu ona daim kömək olsun ki, düzgün qərarlar verməyə. Allah Subhanahu onun daim ətrafında xeyirli insanlar daim eləsin ki, və Allah Subhanahu onu qorusun ki, yəni pisliklərdən, şərdən. Çünki qardaşlarım, yəni bu yaltaqlıq deyil, əlhəmdülillah. Bu bizim Əhlüsünnə vəl Cəmaətin yoludur. Və başçının düzgün qərarlar verməsi, düzgün şəkildə olması bu bütün xalqın düzəlməsidir. Ona görə biz hər yerdə harda oluruq, onun üçün dua edirik. Onun məsələn islah olmasının, düzgün şəkildə, düzgün yolda olmasının və onun böyürdən məsələn insanların, onun böyründə olanlar hamısı xeyirli insan olmasının, bu hamısı həm millətin, həm xalqın, həm ölkənin möhkəm olmasıdır. Yəni o bir dənə adi müharibədə baxın qardaşlar, əgər düzgün şəkildə qərarlar verməsiydi, o bütün xalqın hamısı gedərdi, düzdürmü? Budur da əlhəmdülillah, hər bir ağızda bilmirsən kimin duası qəbul olacaq. Yəni dua eləməlisən, islahı üçün, düzəlməsi üçün xalqımızın belə olur və həmçində ki, ilk olaraq da öz üzərimizdə işləməliyik. Biz də bir cəmiyyətik, bizim də aləmiz bir cəmiyyətdəndir, düzdürmü? Biz öz aləmiz düzəlsək, özümüz düzəlsək, o da cəmiyyətdən bir parça, o düzələcək. Allah daha doğrusunu bilir, Allah Subhanahu hər birinizdən razı olsun, Allah Subhanahu sizlərə bərəkət versin. Amin. Subhanakallahumma bihamdik, əşhədu ən la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.